Salam izləyicilər, bu videoda sizə Word proqramında xanaların birləşdirilməsi və bölünməsi üzrə növbəti praktiki tapşırıq videosunun izahıdır. Bundan öncəki dərslərdə gördüyünüz bu cədvəl nümunələrindən üçünü izah etmişdik. Yəni birinci cədvəl, ikinci cədvəl, üçüncü cədvəli izah etmişdik. Bu video dərsdə dördüncü cədvəlin izahı olacaqdır. Təbii ki, ilk növbədə cədvəli təşkil edən sütun və sətirlərin sayını bilmək lazımdır ki, cədvəli qura bilək. Elə isə başlayaq. Deməli, bu cədvəldə sütunların sayını tapmaq üçün onu çox olan hissədən saymaq lazımdır. Yəni, məsələn, yuxarıdan və aşağıdan saya bilməliyik. Çünki burada xana birləşdirmələri baş verib. Yəni, birləşdirmələrin olmadığı hissələrdən saymaq lazımdır. Birinci sütun, ikinci sütun, üçüncü sütun, dördüncü sütun, beşinci sütun, 6, 7, 8, 9, 10. Demək ki, bu cədvəldə 10 sütun var. Yəni, sütun dedikdə yuxarıdan aşağıya doğru olan element nəzərdə tutulur. Yəni, burada yuxarıdan aşağıya 10 dənə sütun var. Təbii ki, saydıqda sütunları yəni, soldan sağa doğru sayırıq, amma sütunlar normalda yəni, yuxarıdan aşağıdır. Yəni, burada 1, 2, 3 yəni, saydıqda nəzərdə tutumuz odur ki, yəni, birinci sütun, ikinci sütun, üçüncü sütun bu formada. Sətirlər isə soldan sağadır, sətirləri isə alt-alta sayırıq. Burada sətirləri başlayaq saymağa. Deməli, birinci sətir, ikinci sətir, üçüncü sətir, dördüncü sətir, sadəcə dördüncü sətir bir qədər böyükdür. Və yuxarıda normalda burada biz bu hissəni görüb 5, 6, yəni 2 dənə sətir saya da bilərik. Və ya buranı 5 də saya bilərik. Yəni, əslində buranı 5 saymaq daha məsləhətdir. Çünki görürük ki, əksər hissələrdə xana birləşdirmələr baş verib. Yəni, həm bu hissədə, həm bu hissədə. Yalnız bu hissədə, yəni 2 sətir mövcuddur. Ona görə 5 saysaq daha yaxşıdır. Yəni, biz bu cədvəli onun 5-ə olaraq da qura bilərik. Onun 6-ya da, yəni 6 sətir olaraq saysaq məcbur ki, bu hissədə xana birləşdirək, burada da xana birləşdirək, burada da, bu da vaxt aparacaq. Ona görə ən yaxşısı bunu yəni bir dənə sətir saymaq, yəni 5-ci sətir saymaq və bu hissəni yəni bölməkdir. Həm də bundan öncəki dərslərdə biz xana birləşdirməsini tətbiq eləmişdik. Həm də istəyirəm ki, xana bölünməsini də nəzərdən keçirək. Elə isə başlayaq. İndi praktiki olaraq cədvəldə də bunu quraq. Burada Enter düyməsini vurub bir sətir aşağı, bir abzas aşağı düşürəm. Daha sonra Insert, yəni Vstavka tabına daxil olaram. Burada Table, yəni tabliçə əmrinə daxil olaram. Burada Insert Table, Vstavit tabliçə əmrinə vururam. Mouse'un sol düyməsini və Number of Columns, yəni sütunların sayını 10. Sətirlərin sayı, yəni number of rows isə 5 yazıram, 5 qeyd edirəm. Xatırladım ki, rus dilində burada səhv etmirəmizə stopçı sözü olacaq, burada isə straki sözü olacaq. OK düyməsini vururam və onun 5-ə cədvəl quruldu. Burada təbii ki, aşağıdan sayanda bura 4-cü sətirdir, yuxarıdan sayanda bura 2-ci sətirdir. Yəni, ikinci sətir, yəni yuxarıdan saydıqda bir qədər böyükdür. Yəni, bunun üçün ikinci və üçüncü sətirin arasında yerləşən, yəni xəttin üzərində mouse'un sol düyməsini basıb saxlayıb çəkdim ki, yəni bunu uzadım. Daha sonra cədvəldə baxaq görək hansı hissələrdə xana birləşdirmələri baş verib. Deməli, bu hissədə xana birləşdirmə olub. Görürük ki, Bakı sözünün altında 4 dənə sütun var, yəni 1, 2, 3, 4. Demək ki, burada 4 dənə sütun əvvəl olub. Hansı ki, bu xəttləri uzatsaq, yəni görəcəksiniz ki, burada 4 dənə xana var. Gəlin, vizual formada da bunları uzadaq. Yəni, burada həqiqətən də aşağıda 4 dənə sütun olduğu üçün yuxarıda 4 dənə xana olacaq. Eləcə də digər Bakı yazılan hissədə də yəni görürük ki, aşağıda 2 dənə sütun var. Birinci sütun və ikinci sütun. Yəni, xətlə də bu hissəni uzatsaq, görəcəyik ki,
2 dənə burada xana var. Ümumiyyətlə bir daha yenə qeyd edim, əvvəlki dərslərdə qeyd etmişəm. Yəni xananın birləşdirilməsini bilmək üçün, yəni xəttin qırılmasına fikir vermək lazımdır. Yəni əgər burada xətt, yəni gəlib, yəni yuxarıda və ya aşağıda digər hissələrdə qırılıbsa, yəni demək ki, burada xana birləşdirməsi olub. Ona görə də bu xəttləri uzadıb baxırsınız ki, burada neçə xana olub əvvəl ki, yəni xanaların sayını bilək, o xanaları seçib birləşdirək. Yəni bunları uzatmasaq da yəni saya bilirik də 1, 2, 3, 4. Yəni kiməsə aydın deyilsə xəttləri uzatsın və görsün ki, burada 4 xana var. Eləcə də burada 2 xana var. Aşağıda da eyni zamanda normalda 1, 2, 3, 4. Yəni bu birləşdirilmiş hissənin yuxarısına baxanda görürük 4 dənə sütun var, 3, 4. Yəni burada olduğu kimi. Eləcə də xətti çəkəndə də həqiqətən də burada 4 dənə xana əmələ gəlir. Eləcə də burada da yəni yuxarıda olduğu kimi bu 2 xananı birləşdiriblər. Gəlin praktiki tətbiq edək. Word proqramına keçək. Deməli, burada 4 dənə xananı, yəni sütun olaraq seçək. Normalda bu formada seçəndə sətir olaraq görsənsə də, yəni aşağısında sütun olduğuna görə, 4 dənə sütun olduğuna görə, ona görə sütun deyirəm. Burada table layout, yəni maket tabına daxil oluruq. Burada merge cells, yəni abidinitiya çək əmrinə vururuq mouse'un sol düyməsini və bunlar birləşir. Eləcə də aşağıda da seçib birləşdiririk. Axırda da 2 dənəsini seçib birləşdiririk. Burada da ikisini seçib birləşdiririk. Və bundan sonra belə deyək, problemli hissəyə baxırıq, hansı ki görürsünüz burada yalnızca bu hissədə 2 sətir var, hansı ki siz bu hissəni birləşdirib daha sonra sütun və sətrə bölə bilərik və daha sonra axırda da yuxarını birləşdirə bilərik. Burada baxaq, burada neçə dənə sütun var? 1 və 2, yəni görürük ki 2 dənə sütun var, sətir olaraq da 1, 2, yəni həqiqətən də bu xətti çəksək görəcəyik. Yəni burada sütun olaraq doğrudan da 2 dənədir, sətir olaraq da 2 dənədir. Yəni 2-ni 2-yə, yəni birləşdirib 2-ni 2-yə xananı bölə bilərik. Şimdi deməli həmin bu problemli hissəni seçirik, 2 dənə xananı və burada merge cells, yəni abidinitiya çək əmrinə vururuq, bu hissəni birləşdirdik. Daha sonra split cells adlı əmri var, bu əmrin yanında rus dilində razdelidiya çeki olmalıdır, səhv etmirəmsə. Bu əmr üzərində mouse'un sol düyməsini vururuq və burada 2-nin 2-yə, yəni bunu da 2 edirik. OK düyməsini vursaq gördüyünüz kimi şəkildəki kimi alındı. İndi mən bunu izah üçün, yəni birləşdirib buranı böldüm. Əslində qalsa buranı birbaşa seçərək də, yəni merge cells etmədən, yəni xanaları birləşdirmədən bir dəfəli split cells əmrinə vura bilərik. Çünki burada zaten girəndə aşağıda görürsünüz merge cells before split, yəni bölməzdən əvvəl xanaları birləşdir seçimi aktivdir. Ona görə heç merge cells əmrinə vurmağa da ehtiyac yoxdur. Yəni birbaşa split cells əmrinə vurmaq lazımdır. 2-ni 2-yə təyin edirik. O təbii ki, birinci xanaları birləşdirib, daha sonra 2-ni 2-yə böləcək. OK düyməsini vururuq. Gördüyünüz kimi 2-ni 2-yə böldü və daha sonra yuxarını seçib merge cells əmri vasitəsilə birləşdirəcəyik. Çünki şəkildə də həqiqətən də bu belədir. Yəni bir daha nəzər salaq, görürsünüz. Və xəttlərə də nəzər salaq. Deməli cədvəlin kənarlarında qırmızı naxış formasında təxmini bir xətt növü var. İçəridə isə düz xətt, biraz qalın və göy rəngdə bir xətt növü var. Gəlin bunu tətbiq eləyək. Deməli Word proqramına keçək. İlk növbədə cədvəli bütöv seçək. Daha sonra Table Design konstruktor tabına daxil oluruq. Burada Line Style adlı əmri var, yəni xəttin növləri. Buradan həmin xətt növünü tapaq. Mouse'un dircəyini, yəni belə deyək, təkərini fırladırıq aşağı. Burada həmin xətt növünü görürük, seçirik. Burada xəttin ölçüsünü də təyin edə bilərik, amma zaten bu xəttin bir dənə ölçüsü var, o da 3 punkt ölçüsündədir. Bəzi xətt növləri var ki, onların məsələn 5 ölçüsü var, eləsinin var 8 ölçüsü var. Bəzi xəttlər var ki, onların elə
proqram tərəfindən, yəni cəmi bir variantda ölçüsü verilib. Rəngini də buradan girib qırmızı təyin edirik və təbii ki, burada karandaş çıxır. Yəni normalda bəzi istifadəçilər bu karandaş vasitəsilə çəkir, amma bunun bir-bir çəkmə vaxt itkisidir. Ona görə borders, yəni qranit əmrinə girib burada bizə kənarlar lazımdır. Outside bordersin üzərinə gətiririk. Rus dilində внешняя граница olacaq, səhv etmirəmsə. Yəni əslində qalsa burada dil bili də önəmli deyil. Yəni zaten bu şəkildə verilib görürsüz. Yalnız kənarlar. Mouse'un sol düyməsini bir daha vururuq və kənarlara tətbiq olunur. İçi isə adi düz xət idi. Adi düz xət seçirik buradan. Bir qədər qalın seçirik. 1,2'də 1, yəni 1,5 punkt seçirik və buradan rəngini standart rənglərdən göy rəng seçirik və daxilə tətbiq eləmək üçün borders əmrinə daxil olub buradan inside borders. Внутренняя граница olmalıdır, səhv etmirəmsə, yəni bu əmri sıxırıq və tətbiq olundu. Eləcə də burada Bakı sözü var idi. Bunları da yazırıq. Bakı və daha sonra bunları yazdıqdan sonra bu xanaları seçib, yəni bunu bir dəfəlik edə bilərik. Yəni sətrin qarşısında mouse'un sol düyməsini vuraraq da seçə bilərsiniz və ya daxildən belə də. Təbii ki, ən rahatı kənarda vurmaqdır. Home tabına daxil olub, yəni Glavny tabına daxil olub, bold, yəni jирный əmrini vururuq və daha sonra table layout, yəni maket tabına daxil olub bu yazını xanada tam mərkəzdə əks elətdirmək üçün align center, yəni əmrini sıxırıq. Mouse'un sol düyməsini bir daha vursaq və gördüyünüz kimi yazılar xananın düz mərkəzində olacaqdır. Eynən şəkildə olduğu kimi. Belə bu qədər. Bununla da 4 cədvəl nümunəsini çəkib işlədik. Ümid edirəm ki, verdiyim izahlar sizə aydın oldu. Yəni maksimum dərəcədə ətraflı izah etməyə çalışdım. Əgər videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar da bizim video dərslərdən faydalanı bilsinlər. Növbəti video dərslərdə də, yəni Word proqramında olan maraqlı praktiki çalışmaların izahları olacaq. Bizi izləməyə davam edin. Hələlik sağ olun.